Etə girməmiş bir daha bunu deyim ki, şəxsi tikili axtaranlar bu videoya diqqətlə baxın. Çünki sizin üçün 7 sot kupçalı gələkdə. Bir dənə qəşəng 2 mərtəbə çıxarmışıq ki, 2 mərtəbənin abu havası tam başqadır. Bir dənə görəl çəkib bilsən evi. Çünki əyit bacağı meşəli idi. Bütün növ ağaclardan var buradan. Ərəbin xurmasından tutmuş, qoz ağacından tutmuş, bax meynəliyi görürsünüz də burada tal vardı. Əyit bacağı hər yan yaşıllıqdır. 7 sot 2 mərtəbəmiz də elə tikilib ki, hər tərəf divardan 3 metr 3 metr aralıdır. 2 mərtəbənin ab-havası tam başqadır. Gəl bura Cəfər. Bax bu məsafəni görürsünüz, qara əllərini açıb da. Dal tərəf daha harsa sot yarım elə dalda boş ərazimizdir. Evin sağı solu boşluqdur. Əyitin də gözəlliyini bir də buradan çəkək. Bax belə bir səylik gəlir. Yenə deyirəm, şəxsi tikili istəyənlər bu videoya diqqətlə baxsınlar. Bir də ki, almaq xüsusi tələsməlisiniz. Keçək evin içinə. Hal-hazırda 2-ci mərtəbədəyəm. Balkondan bu zonaların binaları görsənir. Yəni Zagolibov prospektindən demək olar ki, qapının ağzına qədər 500-600 metr məsafə var. Burada bir dənə gözəl ab-hava var. 2 mərtəbənin ikisi də kopya-kopyadır. Taxta pləkandan çəklərə. Belə bir çıxdın 2-ci mərtəbə, 1-ci mərtəbədə buradan giriş elədin. Bax sağda mətbəx. Eyni kopya-kopyadır. Bunu iki qardaş mehriban yaşamaq istəsə də, bax bura mətbəxdir. Eyni mətbəx də aşağıda var. Bax bura zaldır, gəl bura. Dediyim kimi də 1-ci mərtəbə, 2-ci mərtəbə, kopya-kopya, hamısı belədir. 2 dənə yataq otağı, 1 yataq otağı, 2 yataq otağı, ümumi 4 yataq otağı var. 1-ci mərtəbə 2 yataq otağı, 2-ci mərtəbədə də. Eyni vəziyyət necə görürsünüz, tualet ayrıdır, hamam ayrıdır. Bax, belə bir vəziyyət. 2-ci mərtəbəni çəkmişəm. 1-ci mərtəbəni çəkməyə ehtiyac yoxdur. Çünki kopya-kopyadır. Qapıdan girdin, sağda mətbəx, zal, 2 yataq otağı, hamam tualet də ayrı-ayrı. Ümumi 400 kvadratdır. Bax, belə bir gözəl ab-havanı siz də bəyənirsinizsə, istəyirsinizsə, gəl çıxıb bayırın ab-havası başqadır. Ünvan Treqrupdur. Qəranın da nömrələri, bax, indi gələcək bura. Yazıldı burada, yığırsınız qərə, şəxsi tikili axtarıq və gəlirsiniz bura. Allah alnın üstünə daha xeyir versin. Görüşərik dostlar.